Bildiyimiz kimi Azərbaycan dilində belə bir ifadə var. Heç nə göründüyü kimi deyil və ya zahirdə, üzdə göründüyündən daha dərindir burada söhbət və ya bu söhbətin altında başqa mətləblər var. Bəs bu ifadələrin hamısını ingilis dilində bir idiomla necə birləşdirə bilərik? Hansı idiom bu mənaları verə bilər? İngilis dilində more than meets the eye. More than meets the eye idiomu məhz bu mənaları verir. Yəni, göründüyündən daha çox şey var. Hər hansı bir insan, vəziyyət və hadisə ilk baxışda sizə çox sadə görünə bilər. Amma dərinə getsəz daha çox məna, səbəb və çətinliklər, mürəkkəbliklər tapa bilərsiniz. Cümlədə istifadə edək və daha yaxşı başa düşək. Məsələn, necə deyərik ki, bu iş göründüyündən daha çətindir, yəni asan görünür, amma əslində çətindir. This job is more than meets the eye. Və ya, necə deyərik, o sakit görünür, amma göründüyündən daha maraqlı biridir. She looks quiet, but there is more than meets the eye. Və ya çox istifadə olunan bir cümlə, problem üzdə göründüyündən, zahirdə göründüyündən daha ciddidir. The problem is more than meets the eye. Now you're going to answer my questions about this idiom. Have you ever met someone who was more than meets the eye? Is learning English more than meets the eye? Why? Which job do you think is more than meets the eye?